Bir insan həyatını itirib. Bir insan canı ilə əlləşir. Bir valideyn övladını itirib, bir valideyn övladının canı ilə əlləşir. Cəmaət də trend yığmaq üçün qabağına qoyub şəkilləri, videolar çəkir, qınıyır. Son günlərdə mənim kimi qabağına bəlkə də sizin də çıxıb. Ümumiyyətlə, həyatda heç kimi qınamaq doğru deyil. Allah bizim alnımıza nə yazılıbsa, o da bizim başımıza gəlir. Bugünlərdə keşfətdə görmüşdüm, dedim. Bir sınıyım. Sən demə, bilən bilirmiş. Şeylə ilə dadlı olur. Ölən ölüb dahi. O biri də canı ilə əlləşir. Qismət. Heç kimi qınamaq olmaz. Allah haqqı. Mən o qınayanların tərəfdarı deyirəm. İndi hal-hazırda o övladların anaları nə çəkir, bir Allah bilir. Heç bilmirik sabah başımıza nə gəlir, övladlarımız nə edəcək. Məncə heç bir ana övladını buraxmır ki, get bunu elə. Tatlıdır.